Salam. Şərqən rayon Qaraçala qəsəbəsindən Qazi Dadaşov Süleyman Əldusun olurdu. Mən bu yaxında danışıb canını atıb demişdim cənab prezident, cənab baş prokuror ki, mən bu danışıqları danışandan sonra mənə nəsə eləmək istəyəcəklər, əziyyət verəcəklər. Mənə şərizat atırlar, açıq aydın şərdir. Nə bilim, nə ağarlar bilmirəm. Elə biləm, belə bir hissəndirib, hissənmişəm, özümdən hissənirəm, çıxıram, başımı kəsirəm, özümə nə istəyirəm, özümə eləyirəm. Bax, bir daxa, kəsmişəm, bax, cənab prezident, mən Qarabağda ermənilərlə vuruşanda əziyyət çəkməmişəm. Mən mərd oğlan olmuşuq, girişmişik, vuruşmuşuq, dağıdıb tökmüşük. Yalana da bilmişik ki, fəxr eləmişik. Bundan mən nə deyim, bax, mən vəziyyəti heç müharibədə çəkməmişəm mən. Müharibədə döyüşürdük biz. Mənim öldürdüklərim erməni olub. Mənim döyüş yoldaşlarımın şahidlik ifadəsində yazılıb, hansı millətlər sonra olub. Dokumentarını, baba, bir daxa. Bunu oxuyub baxa bilərsiniz. Dəfələrlə göstərmişəm bunları. Özləri də bilirlər. Nazirlər Kabineti, Prezident aparatı, Nazirlər Kabineti əsasən mən işimin üstünə düşüb, araşdırıb, baba, döyüş yoldaşlarımın şahidliyi ifadələridir. Mən Facebook'a, TikTok'a atmışam, canlı yayım uşaqları danışır döyüş yollarım haqqında. Necə yaralanmışam, döyüşü davam eləmişəm. Bu da mən əliliyimi təsdiq edir. Spordan nədənsə sormaq istəyəndə əgər ki, yadıma salmayınca, hansısa nəyisə mən göstərməyincə çətinlik çəkir. Məndə elə bir xəstəlikdir. Yadıma sala bilmirəm, bizim polis məmurlarımız istifadə edir ondan. Baba, mənim boğazımdakı bintdir, cənab prezident. Venalarımı tikdilər, sağ olsun. Səryan, mən ora tikdirmək üçün gelmirdim. Psixik həkimin Xatirə xanımsın, skori pommuş gəldi mənim dalımcan evimizə. Xatirə xanım hansı gün idi, iş günü döyürdü, ancaq məni xəstəxanaya aparmazsın, skorun həkimi mənə dedilər ki, səni bura gətirməsin, deyib ki, sən gələrsən. Biz o tikməliyik dedilər. Həkim dedi, Nurlar həkim, sağ olsunlar, yaxşı həkimlərdir. Biz o tikməliyik, yoxsa biz cinayət ki, daşıyırıq belə. Ev yox dedim düşkün, baba, hələ tikiləndən sonra Veynamız adını tikdilər. Baba, bu bintdir, bu qəlibdən bint boğazımda, daşa dönüb. Cənab prezident, cənab baş prokuror. İnsan nə idi o? Qanuna insanlarımızın, bizim Azərbaycanlılarımızın baxanlar haqq ədalətdən danışırlar, nə qayırlar bilmirəm. Bütün özün yaxşı tanıyan, yaxşı insanlar hamısı bilir ki, kəndimdə, bacamda da mənə hədəfə alıblar. Niyə görə mənə məhv eləmək istəyirlər ki? Qabağıma öz adamlarını çıxardırlar. Paratonla bu falan yerin məmurudur, bu falan kəsdir. Mənə hissəndirib, hissənmişəm, o bu hissəndirib, hissənmişəm. Əvvəl mənə hissəndirdilər, məsələsin, Paxleşi, Bakıda, zətdə, qurumlarda, xəstəxanada aparırlar məktəqiyə. Oranın ağır xəstəsi kimi hesab elədilər.
Bırakmırdılar 21 gündən sonra elə xəstələri gəldilər evlərinə apardılar. Bax, mənim evimdən gəlib mənə gətirdilər. İndi Şorsulu psixiatri şöbəsində sotduyam. Mən oraya getdim, Xatirə xanımla, mənə psixi həkimimdir. Çox yaxşı da həkimdir, Allah onun canını sağ eləsin. Bir də elə adamlar bizi başa düşür, necə bizlə danışmaq lazımdır, hansı rəftar etmək lazımdır. O da orada yox idi, psixi dərmanı götürüb, mənə tikdilər boğazıma, gəlmişəm, baxam. 3 gündür, bilməm, 2 gündür. Heç zad eləməmişəm, Səryan polisində pay atılır, mənə heç mən müzisyençiyi baxır. Mənə də qızıqlandan hissəndən olur, ürəyim partlayır. Mənə cəza verdilər, mən psixiatri, mən tibb məntəqələrində 8 ay ayrıcılıq eləmişəm. 5 dəfə, bilmən, 3 dəfə özümü kəsib doğramışam. Hamısı qeydiyyatda var. Yəni ki, mənə 4 gün Səryan polisinə saldılar. Bilməm, haçan oldu, dəqiqən oldu, bax. Bir yaxınlarda olub, deyiləm, yarım aydır, 1 aydır, nə qədərdir, beləncinin. Paratorla, mən dəli oluram, bunlar məni 4 gün kamerada saxladılar, 4 gün acılıq elədim. Dedim, gözümü zadımı yoğurtub çıxarıb, atacam koridora. 4 gündən sonra mənə bıraxdılar. Mənə məcbur edirlər, hansı kağızlara qol çəkim. Hansı kağızlara qol çəkim. O 4 gündən sonra gəldim evə, hətta canlı da danışmışam ki, yəni ki, qapıya gəlsələr, özümü öldürəcəm də, dərhal boğazımı kəsəcəm, özümü öldürəcəm, o demişdim. Evdə oturmuşam, gəlirlər, həyətdə mənə, lap əvvəl gəlirlər, qapının ağzına maşını saxlayırlar, həyətə girmirlər, küçədə var, anam evdədir, çağıracam, deyəcək, necə mənə evin içində baş müstəntiq deyirlər, Rəsul adda baş müstəntiqdir. Onlar mənə davirlə, mənim etibarımdan istifadə elədilər, deyəcəm necə elədilər. Mənə qolumu, qıçımı qatlayıb, maşına apardılar, evimizin içində qabaqlarına çay qoymuşam, çayımızı içəcək, anam getdi, çay qoydu qabağına. Baş müstəntiq, hansı göz qaşı elədirsə, nə varsa, qol qıçımı qatladılar, atdılar maşına. Düz də əvvəl dedilər ki, rəis yaxşıdır, rəis sizi görmək istəyir. Hörmət dedim, özümə gəlim. Birinci gün, yəni ikinci gün dedim, üzümü başımı qırxam, nə bilim, paltarımı geyinərəm, gedərəm rəisin qamı, problem yoxdur dedim. Vallahi sənə heç kim nə olsun dedim, amma mən heç zad eləməmişəm, oraya niyə getmirəm? Mənə şərləmək istəyirsiniz, açıq deyirəm bunları. Mənə şərləmək istəyirsiniz, mən nə varmışam axı? Sən baş müstəntiqsən, girişmirsən mən işimə. Güya mən nəsə, mən heç söz eləməmişəm. Əvvəldən nə olub, mən cinayət eləməmişəm, şər atırlar, subutlarım var. Cənab baş prokuror, uşaqlar yığışıb, qaqaş gəlib, mən hər şey yadıma salıb, səs yazsın da mənə verib ki, əmi, beləncə oldu, yalan ifadələr verirlər, mənə cəzalandırırlar, özümü kəsib doğruya, 8 ay, 9 ay harası, aşağısı 9 ay yaxın mən aclıq elədim. Tibb məntəqələrində özümü doğruya, 20 də psixi dərmanla, bu 10 dənə, 10 neçə dənə balaca sayı yuxu dərmanla, hər gün mən o çizirirlər. Belə şeyləri sübut eləmək istəyirəm. Cənab prezident, səs yazısı var, sübutlarım var telefonumda ki, mən hədəfəm bunlar üçün, mənə zakaz veriblər. Xəstəliyimdən, psixi, mən özümdən çıxanda heç kimi tanımıram. Nə edirəm də özümü edirəm.
sənədlərimdə oxuyun. Öldürdüklərim ermənilərdir. Həqiqətən öldürmüşəm. Zarafat eləməmişəm onlarla. Həqiqətən öldürmüşəm. Qaldırmışam əli ancaq ermənilərə, bir də ki, onlar tərəfdən bilirsiniz hansı xarici dövlətlər vuruşurdu. Sənətimdə oxumusunuz, adlarını çəkməyəcəm. Gəlib qapıda maşını saxlayacaq, çəkiliş də var hamısını çəkirəm. Deyirəm, həyətə gün qapının arxasından mənə hərdə qorxu gəldilər, gəlmirsən. Gedək qol çəkməlisən. Mən də istəyəm girsinlər həyətə, həm onu çəkeyim, görərlər, həm də ki, özümü çəkim, başımı üzüm atmayıb, özümü öldürüm. Eləcə gəlib gedirdilər bir neçə dəfə, qapının arxasına gizlənə. Mən heç yerə getmir, bilirdim mənə şərtlər, məcbur kağızları qoydular, qol çək. Çəkmirdim, cənab prezident, cənab baş prokuror. Mən girdim, səryan o cənab prokurora, pis adam deyil, mənə qarşı hörmət də var. Bir dəfə də özüm başımı kəsmişdim Bakıda, elə ondan tanıyam. Mənə çağırıb qəbul eləmişdi ki, üzvə belə ziyan vermə. Yəni ki, gördüm, mərifətli insandır. Bir qaqaş var, Səryan rayonunda elə polisdən çıxdım, 4 gün oturub, saxlayıblar kamerada, atsız aclıq eləmişəm. Mənə nəsə pislik eləməkdirlər, ancaq əllərində əsasları yoxdur. Qalıblar girinc, 4 gündə mənə saxlayıblar kamerada, atsız. Oradan çıxdım, bir qardaş var orada, mənə dedi, get cənab prokurorun yanına. Dedim, özümü öldürmə həddinə. Dedim, belə şey eləmək istəyirəm. Özümü öldürmə həddinə çatdırdılar. Mənə getdim, sağ olsun, ərizə yazırdı. Yəni, dedim, özümü öldürmək istəyirəm tabii ki. Qanunumuz özü şər atırsa, özü isə nəyin bahasına olsun, nəsə eləmək istəyirsə, vallahi mən nə biləm, bu nə deməkdir, başı belə, nə tər baxaq buna, Allah and olsun. Necə baxılsın buna? Var, görürsünüz, cənab prezident. Boğazımı dəbərdə bilmirəm. Venalarım tikilib, venalarımı kəsmişdim ki, ölüm, qoymadılar ölməyə. Damarlarımı tikdilər. Bunu danışmağımın mənası da o ki, sizə və hörmət qoyduğum insanlara hörmətsizlik olmamasın. İndi evliyəm mən. Mama! Bir də bərdur. Tayyarə dur da, nə hardasan ay mama? Hardasan? Da içəri girdən, nə bir dənə? Məni evin içində etibarımdan istifadə elədilər. Nədir ki? Nə olub? Elədilər, qolumu qısmı qatladılar, götürdülər. Elədir. Hə, elə. Bax, anamdır, bax, bu daxa. Bu iki manat insan. Deyirsən, canını paylaşacağım. Evimin içində 5 nəfərdirlər, bilməm nə, 6 nəfərdirlər. Yox, 4 nəfər olar. Baş müstəntiqlə bir yerdə 5 nəfər. Küçədə də polislər var idi. 5 nəfər, hə, düzdür. Küçədə də polislər var idi. 2 maşın polis idilər. Baş müstəntiq deyilən Səryanlı Rəsul müəllim deyirlər, o var. O şəxsən. Bir də başqa müstəntiq var, adını yadına çıxıb. Onu mənə təyin ediblər müstəntiq kimi. Baş müstəntiq 4 sutkanı mən orada saxladılar kamerada. Çıxandan sonra
Heç də bir-iki də kağıza var, sən müstəntiqindir beləsi. Hələ bezmişəm, ürəyim partlayır, bilməm, özümü öldün ha. 2 də kağıza qol çəkdirlər, 3 dənə bilməm. Bu sənin vəkilin bu. Deyim, amma mən vəkilin neyinəm, mən nə varmışam, mən neyinəm vəkil. Bu sənin müstəntiqindir. Onlara qol çəkdim. Həmən o Rəsul dedi ki, hə, səni mən buraxmayacam, əl çəkməyəcəm. Bir də bir şey, belə sözdür. Gələ mənə çatdı. Yəni ki, əvvəl də mənə qarşı elə bir şey elədilər, şərrədilər. Onu sübut edəcəm. Onu sübut eləmək istəyirəm ki, mən anlamsızlığımdan, o elədiyimi yadıma salmamağımdan Allah'da bir qol çəkdiriblər kağıza ki, ittiham haqqıdır, nədir ona qol çəkdirib, rızaatda müstəntiq, onu canlı danışıram. Canlı danışıram, fəxrim sən deyər. Mənə. Elə bir ki, özüm kimi inandırıblar özlərimə. Məndən o yalandan o şər atanlarla bir elədilər. Mənə şər atanın da ki, daisi seçmiş polis polkovniki. Cəza çəkiblər, cinayət edib, cəza çəkib çıxıb, onların dostları, dostdular, hamısı dostdular. Hamısı dostdular. Bunları mən danışmaq üçün neçə gündür fikirləşirəm. Bir dəfə bir danışım. Çünki özümü öldürməyə hazırlaşıram. Dalımcan gəlsə, ya nəsə, ay gəlmə, ay getməlisən, ay beləncə, qarnımı yoğurtacam, bağırsanlarımı çıxardıb tökəcəm üstlərinə pəncərədən. Hə. Dün anam gəlib çıxmasaydı, qanaqları ölürdüm. Anam gəldi, gördü ki, mən qan yolları zəng edir, mən bilməmişəm, zəng edir. Hə, mən özümü doğrayanda bir də anam yadıma salır mən. Anam gəldi, çıxdı, skoriya zəng vurdu. Gəldi, gördü, mən qan aparır. Qan aparırdı mən, gəldi, çıxdı. Skoriya gəldi, dedim buradan əsərim, dedi yox, bu elə bir şey ki, getməlisən. Mənə apardılar Səryana. O da getməyəcəkdim, dedim, Xatir xanım orada, dedilər, hə, yalandan deymişdi. Hə, cənab prezident, cənab baş prokuror, baş istintaq idarəsi, Azərbaycanda hüquqa, qanuna baxan, haqq ədalətdən danışanlar, yalandan danışmayın da, televizorda çıxmışsınız, danışırsınız. Mən heç zad eləməmişəm, heç zad eləməmişəm. Sadəcə o özümdən çıxmışam, o da ki, əgər əlimə götürəndə lezba götürürəm, götürüb eləməmişəm. Burada hissələnəndə tam özümdən çıxıram, özümü doğrayıram. Bədənimdə heç zad yoxdur, şikəst elədə, bax, şikəst olmuşam, cənab prezident. Bu dəqiqə şikəstsən, bax, bu dəfə şikəstsən, bax, Allah and olsun, şikəst ediblər. Şikəst elədilər mənə. Yenə ki, erməninin o anda, bunlarla bir anda, erməninin o anda, bunlar bir anda, qazi qardaşlarımız hamısı özünü öldürüb. 10-15% qazi qaqalarımız qalıb bizim. Nədir bunlar, nağarlar, sizə çatdırmırlar. Sizin xəbəriniz yoxdur ki, belə eləyirlər, vətən uğrundadır. Döyüşən uşaqları hamısı çox faiz özlərini öldürürlər. Qazilər çox faiz özlərini öldürürlər. Allah onlara rəhmət eləsin. Mənim şəhid qardaşlarım, Allah rəhmət eləsin. Hər yollar mən şəhid hesab edirəm. Hə, cənab prezident. Qapıdan gəlib neçə dəfə çıxıb getməmişəm onlarla. Demişəm, mənə götürmüş olsunuz bir dəqiqə əlimdə lezbalarım. Pəncərədən danışıram da onu onlara deyə canını atmışam. Canını atmışam ki, bunu telefona çəkirəm ki, bu mən sonra 10 günə, 20 günə hamısı yadımdan çıxacaqdır. Mən yadımdan nə tər çıxmayacaq, çünki anam yanımda olur mən. Hər şey göz qabağında olur. Yadımdan çıxa bilməz mən.
yadıma məni salacaqlar o. Düzünü də deyəcəklər. Hə, bir neçə gün gəldilər, getdilər mən dalımcan, qapının ağzından oradan qışqırırlar. Gəl getdik, qol çəkəcəksən. Dedim, mən niyə qol çəkəcəm? Heç yer getməyəcəm. Gəl ölməyə məcbur götürüm, pencərədən çıxıb deyirəm. Dərhal, cənab prezident, adınızı çəkirəm. Deyirəm, cənab prezident, bax gəliblər. Onlar maşınlar qapını özlərini göstərmirlər. Sonra açan idi bilməm, 2 gün, 3 gün bundan qabaq. Şeydi, 3-4 nəfər, 3 nəfər gəldilər. Köynə polislədi, biraz salam melek var, hörmət var, xətir var. Onlar gəldi, mən demişdim polis formasında, furaşkada, qapıda adam gördüm, özümü doğrayacağım. Bunlar gəldi, salam, 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 əleykum, görüşdük elədik. Nə tərsən ora bu? O kim? Vallahi Allah haqqı, anam da qulası. Belə olar, sən nə danışsan? Sən nə qarmısan axı, sən heç zad eləməmişsən. Demə, mən işim müstənti baxır, mən heç zad eləməmişəm, heç bir də çöpü də götürüb yerdən əyməmişəm, mən müstənti işimə baxır, başım işimdə. Baş müstənti Rəsul mən o sözü deyəndə ki, səni mən bıraxmayacam. 2 də kağıza 4 gündən sonra çıxanda qol çəkdirdilər. Demə, evi yoxdur, kraynak olsa, evə o fikirlə dedim ki, evi olaraq qol çəkdim, dedim ki, müstənti idi, falan kəs adı yarımdan çıxıb. Sonra vəkildir falan kəs. Dedim, gətir, vəkillə müstəntiyə qol çəkdim ki, evə gəlim. Mənim də fikrim var ki, mən başa düşdüm, mən alladıb şər atmaq istəyirlər. Mən işimi araşdırsınız, biləcəksiniz o şər atdıranlar da kimdir, atmaq istəyənlər də kimdir. Burada peşka oynayanlar da kimdir, hamısını qabağıma çıxılacaq. Bir dəfə vəzifəli şəxs çıxardı qabağıma. Mən araşdırdım. Sadəcə də bir paylaşmış yox, bizə Slaviyası benzinə, hepsi dedi getdi, все. 102 yığ mən yığsaydım, mən düz çıxacaqdım. O yığıb, o düz çıxıb deyəndə ki, o çıxar qabağıma ki, güya mənə o ənbiyanın yol pərə olmasın da, bir dəfə öyle mənə məhv eləsin. O bütün mənim kənd ova bilir. Hədəfə götürürlər mənə, güya məhv eləmək üçün nəsə eləyirlər mənə. O üçün cənab prezident, mən bu tanıdığım köhnə polislərin bıraxdım evə. Mülki formada gəlmişlər, mehribansız, ora, şəkildə görüşləməli oldum. Anam getdi, çaylar qoydu, işçilər, geldi, beləcə var. Rəis gedək səhər görmək istəyir. Dedim, mən rəisin halım pisdir, rəisin yanına. Hem iş günləri başlayar, geyinərəm, üzümüz adımı qırxaram, geçəm beləsinə, belə özüm ya. Valla Allaha and olsun, heç salım, nədir, mübahisə eləmişsiniz, barışıq əsası verir. Dedim, ama mən kimdənsə küsü deyirəm, barışıqlı olayım, bıraxın, sən. Mənə azad edilir, o polisə mənə çağırmır, mənə bezdiriblər mənə. Ora niyə getmirəm? 4 gündən sonra evə gəlməmin mənası odur ki, dalımcan gəlsələr özümü öldürəcəm. Mən başa düşmüşəm ki, məni hədəfə götürüblər, şəxsən. Çıxardırlar bir də doğuşanı qabağıma. Sizlə mən ona görürlər ki, heç zad eləmirəm, baxırlar, girinci olurlar. Belə ki, onlar başa düşmüş ki, mən eləyəndə özümü eləyirəm. Hissənirəmsə kimlənsə, götürüb lez vazadır. Məndə lez olur pastanı. Atıram xitdəyimə, qoluma, qıçıma, bədənimdə kəsikdən yeri yox. Bunu atmışam ölümünə. Həkim yazıb orada. Maraqlanın bir də. Getmədim, çünki özümdən çıxıb söyüş söyledim ki, polis başı qapıya gəlsə,
başımı kəsəcəm indən beləsinin. Səhərçün yenə də gəldilər mülki formada. Yenə də gətirdilər, çıxartdım içəri evdə. Anam soy qoydu qabaqlarına. İçdik, elədik, sigaret çəkdik. Biraz keçdi, bir yerə maşın gəldi. Rəsul baş müstəntiq dalımcan gəlib. Elə bil mən bir nəfəri öldürmüşəm. Bizsiz nətərdir, o nətər deyirlər ona. Xüsusi nə deyirlər ona. Amansızlıqla. Heç kimə heç zad eləməmişəm. Hissənmək xəstəliyimin adıdır. Bir dəfə xəbərdar edirəm, 2 dəfə xəbərdar edirəm, 3-cü dəfə özümdən çıxanda Nitoka kimisə özümü də tanımıram. Vurub ya başımı partladıram, ya özümü kəsib doğuram. Nə edirəm, özümə eləyirəm. Baş müstəntiq gəldi, girdi içəri, beləsinə qaldım şeydə, nədir bu, niyə gəldi? Mən səninlə şəxəsi gəldim, bura. Özün yaxşı işim apardı belə. Qızıl adamdır, anama anıdır, valla. Anam bir var, evdədir, eşidir. Mən sübutla danışıram. Eşidir. Mən dedi ki, valla rəis görmək istəyir. Süleyman'ı Allah'a and olsun. Bir qeyrət olarıq, nə olarıq, əgər bunu heç zad yoxdur. Bunu biz bırakmışıq. Bunu Süleyman'a biz bırakmışıq. Heç zad. Sadəcə olaraq yaxşıdır, deyir, rəis görmək istəyir. Hamısı da valla beləncə olarıq, filan kəs olarıq. Anam evdə ağır söyüşlər söylürlər özlərinə. Biraz keçdi, oturmuşuq, burada çay içir. O baş müstəntiq Rəsulun belə gözqaş eləməyini bildim. Bunlar mənə qatlamağa gəliblər. Niyə görə qatlayırlar mənə, cənab prezident? Bəs deyirlər, rəis mənə qəbul edir. Rəis yaxşıdır, rəis görmək istəyir. Rəis bir dəqiqə rəis orada oturub, yaxşıdır, rəis adamdır o, rəis adamdır o. Beləncə şeylər deyirlər. Tutdular mənə qolumu, qıçımı qatladılar xəstə. Vurdular, qatladılar, apardılar, atdılar maşına. Götürdülər, apardılar səryana. Mən də bunlara baxıram, deyirəm ki, sonra baxarıq. Mən də fikirləşəm ki, bunlar yəni ki, onu eləmədilər. Bunlar çox getdilər, evi yox. Sadəcə maşında gedə dedim ki, siz bilirsiniz də nə olacaq? Mənə belə verdiniz. Yenə də bu formada mənə qarşı hərəkət edirsiniz. Yaxşı. Getdik ora, cənab prezident. Həmin bu mənə qatdalatdıran baş müstəntiq deyilən Rəsul adlı şəxsin kabinetinə getdik. Bunu yazarsan, o yazarsan. Dedim, abi ben yazmalıyım, ne var? Sonra fikirləşdim ki, mən məcbur edirlər yazmağa, mən o yazmaya da bilərəm. Qol çəkməyə də bilərəm. Heç zad eləməyə bilərəm. Mən qorxdum, çox adamlara ediblər elə bir şey, şər atarlar. Elə uşaqlar var ki, valla şəxsən tanıyıram, cibinə narkotik zat qoyulub edib. Yəni ki, hərəkətlərindən də o başa düşdüm ki, bunlar hər şey qadirdirlər. Bu, o baş müstəntiq. Çünki mən onların həmkarı Rızatla müstəntiq mənə şər atıb, fəxrimsən deyə, ay onların var yoxu belə olsun, bura qol çək. Hamısını danışmışam. Elə bir şər atıblar, kimlərdən bilmirəm nə qədər pul alıblar. Kim mənə zakaz verir? Cənab prezident, cənab baş prokuror. Şərəfsiz olaram, yalan deyirəmsə.
Düzgün araşdırma aparıyorum. Baba bu daxa, bu mənəm. Baba mən boğazımdır. Baba bu daxa. Bu qələtləmələr qanun içindədir, daş kimi olub. Mən Azərbaycan Respublikasının Səryan rayonunun polisinin əlindən nə xəstəxanaya gedə bilirəm. Şosuluda psixi həkimim şərəfsiz olaram, yalan deyirəmsə. Nəm artan idi ki, bu ay mən bilməm ayın neçəsindən sonra psixi dərmanı qurtarmışdı, onlar gəlmədi. Gedib həkimin Xatə xanımdan oy götürməliydim. Deyək ki, Şosulu psixiatri şöbəsinin həkimi mənə gözləyirdi ki, getdim danışdım, vəziyyətim xarabdır beləsinə, gözlərim qalır, yəni də belə şeylər baş verir məndə. Məsələn, adam yoxdur, elə biləm, elə yanımda adam, onunla danışmış, sənlə, lez var, kəsdiklərimi atmışam canlıya hamısı. Belə bir şeylər. Gedib çıxa bilmirəm oralara, baba bu daxa. Boynumu, boğazımı da şikəst eləmişəm, cənab prezident. Nə qayaq, neyini, mən indi, nə qayaq mən? Heç sad eləməmişəm, yox. Oturduğum yerdə bu hala salıblar mənə. Şər atmaq istəyirlər, qalıblar girin. Niyə mən şər atmaq istəyirlər? Kimə nə var? Mən heç kimlə işim yoxdur. Hamıya qarşı hörmətim var. Yol gedirəm, kimsə mənə gəlib belə naqlı fasulun nəsə belə şey eləməsə, yenə də şey deyirəm, bir dəfə, iki dəfə, üç dəfə xəbərdim. Yenə də özümdən çıxam, özümə deyirəm. Heç kim heç nə eləmirəm. Mən eləmişəm ki, Qarabağda erməniyə papamın görü üçün şərəfsiz olaram, yalan deyəsə, erməniyə sonra erməni ilə belə vuruşan neqra nətər qoymuşdumsa, parça-parça olmuşdular. Hər parça-parça eləmişdim. Buna görə mənə qarşı belirləyirlər. Nə qaymışam mən? Subut edin görüm kimin başını kəsmişəm, kimi öldürmüşəm, kimə nə qaymışam? Mən niyə evin içində özümü kəsib doğrayıb öldürmək istəyirəm? Nədir səhv eləmişəm, ermənin var yoxunu dağıtmışam. Üzülü bilin, bax, cənab piri, görürsünüz, beynimə dolur, bax, baba daxı. Cənab prezident, indi də özümə nə söz vermişəm? Qapıya gəlsinlər, polis çağırır, ya polis gəldi, küçəyə çıx, onların yanına gir, ya onlar həyətə girdilər. Qarnımı yortub, bağırsanağımı çıxardıb, pəncərədən çırpıram təpələrinə. Şu. O qədər aram, cənab prezident, sizə hər şey düzgün çatdırmırlar. Hər şey düzgün çatdırmırlar. Baba, bir dəqiqə mənim vəziyyətim xarabdır. Səryan polisinin əlindən, mənə şər atanların əlindən heç vaxt mən cinayət edilməmişəm. Hamısı şərdir. Hamısı mən xəstəliyimdən istifadə edirlər. Nəyə görə, kimdir o mənə qarşı edən? Xahiş edirəm və o qanun sizdən, tələbi sizdən yox, hüquqi o qanunu bilənlər var, bu işə baxanlar var, tələb edirəm. Özümü öldürməmiş, araşdırma aparın, düzgün araşdırma. Hamısını yalan deyirlər, telefonumda subutlar var mən. Düppədüz, hamısı. Ona görə mən polisə, ona görə mən istəyirlər. Şər atıb, tez bazar bağlasınlar, itirsinlər. Bir də orada zakaz versinlər. Orada polislər, burada polislər, onu beyləyin, beyləməsinlər. Mən də bilirəm. Çünki elə ediblər. O qədər özümü kəsdim, doğradım, 8 aycılıq elədim. Cənab prezident, subutlar, cənab baş prokuror, hamısı mənim telefonumdadır, bax, bir dəqiqə. Yalan ifadələr. Kimin əli ilə olub? Bəli.
Rıza Atla müstəntiqin dostu kimdir? Məndən şikayətçi olan Həsənov Teymur Təvəkkülovun dayısıdır, keçmiş polisçisi. Bir də xanıma 1 milyon baş pul atıb, nə qədər bilməm, başı da dövlət nəyin mənim sənədə 13 il cəza çəkib, çıxıb sonra 3-4 ildir. Akaz başsa bir ələ ediblər. Özlərini də yalandan söylürlər, abi belə olar, o nə danışır, fəxrimizsən. Mən heç də görməmişəm, qol çəkdiriblər mənə. Ay, inanmışam özüm kimi, nə tər şərəfsiz adamlar var. Cənab Prezident, Cənab Baş Prokuror, bu hüquqi işlərə baxanlar kimlərdir? Xahiş edirəm, mən düppədüzdən bir dəqiqə telefonumda dayı var mənim. Hamısı yadıma salıblar, hamısı deyir, gəlli, narahat olma, telefondadırlar. Gəlin dilləndirin. Mən deyim, baxın, məni öldürməklədir, bağırsanağımı kəsib, qarnımı çıxardıb, polislərin təpəsinə tökməyincə, gəlin dilləndirin, gəlin, mən sübut eləyəm hamısını ki, mənə şər atırlar. Sağ olun, var olun. Allah köməyiniz olsun. Qarabağda qəhrəmancasına erməninin var yoxuna ot qoyan oğlanlardan biri Qazi Dadaşov Süleyman.